Elə insan ona görə insan adlanıb ki, insan ictimai varlıqdır. O bəziləri deyir, insan unutqan sözündən də düz deyir. Düz deyir. Nə qədər böyük alim də bunu desə, elə mən deyirəm sizə, düz deyir əzizlərim. Biraz indi bu böyük çıxır, amma elə bunu məndən balacalı ilə qəbul edin. Düz deyir əzizlərim. Çünki nisyan sözü ərəb dilində unutqanlıq, nisyan insanla heç cürə uyğun gəlmir. İnsanın cəminə baxırlar ərəbcə, nas sözü, nisyan sözü ilə oxşayır falan. Yox əzizlərim, bu. İnsan sözü ünüs sözündəndir. İnis. İnsanın cəmi inisdir. Bəli, insi vəl can. İnis yəni ünüs, eyni sözdür. İnis yəni ünsiyyət. Yəni bir-biri və bağlılıq, bir-biri ilə əlaqə. İnsan ona görə insan adlanır ki, çünki ictimai varlıqdır. İnsan fərdi yaşaya bilmir. Ya məcburdur ictimai olsun, ya da fitrətən elə ictimai varlıqdır.